Cəməl döyüşündən qayıdır sahabələr, Həzrət Əli sahabələri ilə sevincə idilər. Biri deyir ki, ya Əmir əl-Möminin, ya Əli, kaş mənim qardaşım bizlə olardı. İstəyirəm ki, o da bizlə olardı, bizim bu işimizə şərik olardı. Suala baxın Həzrət Əlinin sualına dərhal. Deyir ki, əhəva əxikə mə'na, qardaşın ürəyi bizlə idi, cismi önəmli deyil. Qardaşın ürəyi bizlə idi. Həva, bilsən də deyir, ürəyimə, məsələn, Kərbəla havası düşür. Həva bu mənadadır. Bir şövqlə bir şey istəməyə deyərlər. Deyir, qardaşın ürəyi bizlə idi. Deyir, əlbəttə, ya Əmir əl-Möminin, ürəyi gedir siz üçün. Üzürlü səbəbi var idi, bura gəlib çatmadı. Yoxsa ürəyi bizləndir. İmam Həzrət Əli əleyhissalam buyurdu ki, onda o bizlə idi və bizə şərik idi. Deyir, nəinki o. Hələ atalarının sülbündə, analarının bətnində olan, gələcəkdə doğulan kişilər var ki, onlar indi bizləndilər. Onlar yaşayacaqlar gələcəkdə, amma deyəcəklər, kaş Əlinin yanında olardı, onu qoymazdı, o qəribə olsun, onlar bizləndir. Onlar bizləndir. Görürsünüz, hadisələrin fövqünə çıxa bilir insan. Xislətlərimizi hadisələrdən asılı eləməyək. Bizi nə gözləyir, ona uyğunlaşaq. Nəyə lazım sən nə gözləyir? Sən özünlə məşğul ol. Sən hadisələrə uyğun özünü formalaşdırma. İnni silmun limən saləməkum, İmam Hüseyn deyir. Və hərbun limən harabəkum. Sənin sülh etdiklərindən mən sülh eləyirəm. Sənin hərb elədiklərindən mən hərb eləyirəm. İndi Kərbəla var, əlbəttə var. Söhbət Şimirdən, Yeziddən getmir. O düşüncədən gedir. Mən o düşüncəyə müxalifəm. Və mən sənə müvafiqəm, sənin yanındayam. Bizim burada oturmağımızın da mənası budur. Yer müəyyən eləmişik. Biz hansı cəbhədəyik, hardayıq? Kərbəla cari hadisədir. Bitmiş hadisə deyil. Kərbəla davamlı hadisədir. Hər il davam eləyə gedir. İnsanda qəhrəmanlıq ruhiyyəsi olsa tarixin bütün cihadlarına şərik olar. Məhərrəm bunun üçün gəlir. Məhərrəm gəlir ki, yer tutasan hər il. Hardasan, onu özün üçün müəyyən eləyəsən. Hər il gəlir bunun üçün ki, adamlara yer təklif eləyir. Özün üçün yer tap, müəyyən elə hardasan, harda dayanacaqsan. Və şükür Allaha ki, biz hələ ki dayanmışıq. Bu balaca şey deyil bu. Bunun qədrini biz dünyadan köçəndən sonra biləcəyik. Hərdən mən deyirlər, bu qədər həvəsün nədən? Mən, çünki adam həyatda indi 40-50-yə çatır yaşınız, adam baxır, təftiş edir, and olsun Allaha görürəm ki, bundan başqa mənim istəyim yoxdur. Mən bunu şəxsi təcrübəmdən deyirəm. Mən nəyimsə varsa əgəri, bilmirəm, nəyimsə varsa mən bunu hiss eləmişəm ki, mən bu məclislərdə məhz bu İmam Hüseyn verib, İmam Hüseyn vasitəsilə Allah inayət eləyib.